Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatın diqqətinizə çatdırırıq. Belə ki, bugün dekabrın 22-sidir və dekabrın 23-nə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz isə 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var və qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz isə 7-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın dağlıq ərazilərində, dağlarda isə gecə 3-8 dərəcə şaxta, gündüz isə 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.